Selam dostlar ve hürmetli Kürşat Bey. Sizin bu son 13 dəqiqə danışdığınız məni hər nə qədər desən çox sevindirdi. İlk öncə təvazökarlığınız, yəni açıq gönüllü olmağınız önemliydi. Bu en önemli faktorlardan biridir. Burada bu danışdığınız 13 dəqiqədə bəzi kəsimlərində diqqət çəkici mövzular var ki, mən çalışacağım həm oraların açıqlayayım biraz, həm də bəzi sualları sizə verim. Bəlkə bu vasitələ həm bir mübahisə, bir demokratik mübahisə, bir qardaşca danışıq meydana gələr, həm bəzi sorunları ki, əsası sorundur bizim məsələmizin həllində, ya Türk hərəkatının gəlişməsində çox ciddi sorundur. Ən azı onlara biraz toxuna bilərik. Sözlərinizin bir bölümündə deyirsiniz ki, mən deyən sözlər, yəni ki, bugün Türklərin kamuoyu, demirəm fəqət Azərbaycanın kamuoyu ya əfkar ümumisi, bəlkə Türklərin kamuoyu, yəni həm Azərbaycanda yaşayan insan, Türk insanı, həm Azərbaycandan xaricdə, yəni Tehran, Kərəc, Qum və İranın hər bir bucağında kollektivcə və ya tək-bətək insanlar, Türk insanı yaşayırsalarsa, həm bunlar Türk millətini təşkil edir, həm də Türk kamuoyunu ya Türklərin ümumi əfkarını bu cəmiyyət təmsil edir. Niyə deyirəm yalnız Azərbaycan yox? Çünki Azərbaycanda 10 milyon cəmiyyət yaşayır. Halbuki deyilir İranda 30 milyon Türk yaşayır. Yəni nə? Yəni 20 milyon Türk insanı Azərbaycandan xaricdə yaşayır. Tehran, Kərəc, Qum ümumən burada, ondan sonra fərqli bölgələrdə. Yaxşı, bunların əfkarı ümumisi, kamuoyu nə üçün önəmlidir deyə də düşünməyimiz və danışmağımız lazımdır. 1325-ci ildə İran ilində qoşun ki, Azərbaycanın milli hökumətini bastırmağa göndərilir, Türk bir komutandır. Yəqin ki, ordunun içində çoxu da Türkdülər. Zaten bugünkü İran ordusu adlanan Qızılbaş ordusudur da. Rza Şah devrinə bax, hətta belə Məhəmməd Rza Şahın devrinə baxdığımızda generalların və komutanların, fərmandehlərinin çox böyük əksəriyyəti Türkdülər də. Yəni ordunun sıralarında olan Türklərin ümumi əfkarı, zehniyyəti, kamuoyu düşünüşü Azərbaycanın hüquq qazanmasında etkili bir rolu var. Həm də çox etkili bir rolu var. Niçin? Ordudadır da. Əgər bastırmaya gələndə o orduda milli düşüncəsi olursa, aydın bir insan olursa, o bastırma hərəkatında iştirak etməyəcək, ya ona qarşı bir eyləmə getəcək də. İndi əsli sorumuza qeydək. Mən demişdim ki, Türk kamuoyu, yəni Türklərin ümumi əfkarında istiqlaliyyət şüarının yeri yoxdur, məqbuliyyəti yoxdur. Xalqımızın elə bir ağahlığı yoxdur. Eyni halda 100 ildə assimilyasyon sürəcinin altında əzilməkdadır. Eyni halda da çox danışıqlarda izah etmişəm ki, bir ölkənin istiqlaliyyətin əldə etməsini o millətin qərarı yox, dünya dövlətləri o istiqlal elan edən dövləti rəsmiyyətə tanımaqla istiqlal əldə olar. Yəni istiqlaliyyətin əldə olunması sənlə mənim əlimdə və ya bir millətin əlində də nümunəsində vurmuşdum Əraq kütlərinin istiqlala getməsi ki, Amerika onlara şərait yaratmışdı, dövlətçilik şəraiti. Federal bir dövlət qurmuşdular, amma istiqlala çıxdılar, həman Amerika durdu qarşısında. Yəni Amerika qəbul etmədi və istiqlalda olmadı. Halbuki kütlərin hamısı da deyirlər 92% səs vermişdi istiqlala. Diqqət edirsiniz, bu faktları birbirinin yanına qoyanda sizin sözlərinizin bir önəmli məsələsi meydana çıxır. Deyirsiniz ki, bizə önəmli olan dövlətçilikdir. Bu sözü deyəndə bizə önəmli olan dövlətçilikdir. Yəni bir Azərbaycan Türk aktivistinin adından, onda biz, yəni mən federalçı və sən istiqlalçı bir meydana geçirik. Bir yumruğa çevrilirik. Bircə oluruq. Güc qazanırıq. Nə üçün? Çünki dayanırıq ümumi əfkarın toplumda analizinə və deyirik ki, bugün
Bu mövcud ümumi əfkar və kamuoyu Azərbaycanda və İranda türklərin yanında məqbul bir strateji değildir. Məqbul bir şuar değildir. Həzm olan, qəbul olan, əlverişli olan bir yol değildir. Eğer qəbul olmaz bir şuardır istiqlal bugün, onu dilə gətirmək bir toplumda ziyandır da, zərərlidir. Niyə? Çünki toplumunda hər eşidən, o şuarı eşidən negativ reaksiya verəcək. Hərəkətdən qaçacaq, milli hərəkətdən diskinəcək və hətta ondan pis mərkəzçi zihniyyətə yaxınlaşacaq. Yəni şuar, siyasi şuar uyumsal olmadığında sən öz dostunda, öz xalqını itəliysən düşmənə tərəf. İtəliysən o mərkəzçilərə, İrançılara tərəf. Amma zehniyyəti ilə uyğun olan, ən azı zehniyyəti ilə çəlişkidə olmayan bir şuarı meydana qoyursan necə? İtələrsən düşmənə tərəf, xeyr. Qaçırdarsan, usandırarsan, diskindirərsən, xeyr. Bir şey lazımdır orada, maarifləşdirmə. Əgər bir şuar, bir xalqı diskindirmir, usandırmır, qaçıtmır, amma o şuara tərəf də gəlmir, deyək məsələn federalizm gəlmir, onda o xalqa o şuar altında maarifləşdirmə lazımdır. Maarifləşdirmə ehtiyacı vardır. İndi sizin sözünüzə gəldiyimizdə deyirsiniz ki, dövlətçilik əsasdır. Dövlətçilik əsasdıysa, federalizmdə də bir dövlətçilik qurulur da. Mən keçən danışıqlarımda hətta demişəm ki, bugün 2. Dünya Savaşından sonra baxdığımız qurulan müstəqil dövlətlərin hamısı, hətta belə istisnasız kimi, əvvəl federal dövlət qurulub, dövlətçilik toplumda yerin alıb, sonra o federal dövlətdən müstəqil dövlətlər yaranıblar. Bizim öz Azərbaycanımız quzeydə belə bir aşamadan keçib də, federal bir dövlətdən keçib. Azərbaycan dövləti müstəqil bir dövlət olmayıb ki, müstəqillik elan ediblər, saxlayamayıblar, keçiblər federalizmə, 70 il federalizmdən sonra şərait uyğunlaşanda istiqlala keçiblər. Yəni o istiqlala keçmə belə özü uyumsal şəraiti istir də. Məsələn, Sovyet köçür, Sovyetin köçməsindən, böyük dövlətlərin ayrılmasından balaca dövlətlərdə istiqlaliyyətini alırlar. O cümlədən məsələ Azərbaycandır, Gürcüstandır, Ermənistandır. Yəni biz niyə bu sürəci, yəni İranda bu federalizm sürəcinə niyə düşünməyək? Bir daha bir ayrı misalım da var. Siz baxın bu kütlərə, hamısı istiqlalçıdırlar. Sağından, solundan hamısı istiqlalçıdır, amma heç bir istiqlal demir. Böyük partiyaların hamısı federalizmə təkid edirlər. Niyə? Acaba dəlimidirlər ya yox? Bilirlər, bir təcrübələri var. Uzun zamanda, uzun sürəcdə öyrənmişlər ya öyrətmişlər onlara ki, bu sürəc geçməlidir. Yəni dövləti qurmalıdır, təsbit etməlidir. Ondan sonra şəraiti müsait gəldiyində istiqlal şüarını verməlidir. Hətta burada bir ilginc nöqtə də var. Əraqdakı kütlər federal dövləti qurdular, biraz da pozisyonlarını tapdılar. Əraqda şəraitin qarma-qarışıq olması, o daişin meydana çıxması ərəfəsindən o şəraitdən istifadə eləyərək, yəni mərkəzi dövlətin zəif durumundan istifadə eləyərək gəldilər referendum istiqlal qoydular. Amma orada yalnız Əraq değildi ki, onların qarşısında İran da vardı və Türkiyə də vardı. Yəni İran, Türkiyə və Əraqın mərkəzi dövləti birləşdi, xarici dövlətlərdən, Avropadan, Amerikadan da himayət gəlmədi və o şəraiti ki, onlar seçmişlə istiqlala lazımi qədər uyğun deyilmiş ki, istiqlalda ala bilmədilər. Yəni o şərait də, hani seçirsən istiqlala geçməyə, o da önəmlidir. Yəni orada o şərait elə bir şəraitdir ki, bilirsən, başqa dövlətlər tərəfindən rəsmiyyətə tanınacaqsan. Elə bir durum önünə gəldiyində federaldan istiqlala geçməyə bir yol açılır. Bunu Yugoslaviyada qurulan müstəqil dövlətlər təcrübə ediblər. Bunu tamam Sovyet Birliyindən ayrılan dövlətlər hamısı təcrübə ediblər. Əraq kütləri baxmayaraq ki, federal dövləti qurmuşdular. Əlbəttə ki, uzun zaman hələ təsbit olmuş bir duruma da gəlməmişdilər. Bu durumda istiqlal referendumuna çıxmaları yəni sonuçsuz oldu. Çünki
başqa dövlətlərin himayətini almadılar. Yəni istiqlal qəbul olunmadı başqa dövlətlərin tərəfindən, xüsusən Amerikan tərəfindən. Bu təcrübə yalnız Əraqda olmayıb da, Etiyopiyada bir dənə elə son illərdə bir təcrübə başdan geçdi. Tigray bölümü Etiyopiya'nın federal yapısından Tigray bölümü istiqlal elan etdi və ondan ötürü də savaştılar. Yəni Etiyopiya'nın mərkəzi dövləti ilə Tigray bölümü istiqlal şüarı əsasında savaştılar və bu savaşda sonuçsuz qaldı və Tigray bölümü istiqlalı əldə edə bilmədi. Yəni yenə gedək bu əvvəl soruna və sizə bir çox sadə bir sual verim. Bu Təbriz, bu Rumiyə, bu Zəncan, bu Ərdəbil xalq da, yəni xalqın aktivisti bir toplumun 1%-dən 3%-ə qədər, denə 1%-dən 5%-ə qədər. Amma 95% bir xalq bir fikrinə müxalif olursa, o 5% əslən, deyək 5% bir hakimiyyət qurursa, o hakimiyyət devam edə bilirmi? Əlbəttə ki, devam edə bilməz. Ona görə sürdürülür bir durum, sürdürülür bir hakimiyyət və devlət qurmaq istəyirsənsə, xalqın ona maarifləşməsi və xalq o hərəkətdən himayət eləməsi lazımdır. 90% bir cəmiyyət bir şey istəmirsə, sən ona belə bir devləti dayatsan nə olacaq? Ayaq üstə dura bilməyəcək. Rahatca başqa dövlətlər tərəfindən bastırılacaq. Xüsusilə biz Azərbaycanımızdan danışırıq ki, bir tərəfində İran ordusudur, bir tərəfində Kürt siyasi hərəkatı ilə ciddi problemlərimiz var. Başqa tərəfdə qonşularımız Türkiyə zaten İranda federalizmlə müxalifdir. Federalizm İranda qurulsun, bugünkü Türkiyə onunla müxalifdir. Belə bir Türkiyə istiqlaliyyət şüarı ilə müvafiq ola bilirmi? Bugün gedin soruşun da, parti liderləri ilə mülaqat edin, danışın və deyin ki, bizim belə bir istəyimizə görün sizə nə deyərlər? Qətiyyətlə müxalifət edəcəklər. Amma onlardan mühüm öz xalqımızın kamuoyudur ki, milli şuuru tapmalıdır, siyasi maarifləşməlidir. Əgərsə yenə qeydirik əvvəl sözümüzə, xalqımız bir şuarla, yəni istiqlal şuarı ilə diskinib, qaçıb ya usanacaqlar, niyə federalizmi onun qarşısına qoymayaq ki, ən azı Azərbaycanda bir devlət quraq? Azərbaycanda bir yerel devlətin qurulması İranın siyasi coğrafiyasında Azərbaycandan xaricdə yaşayan türklər, Tehran, Kərəc, Qum, başqa bölgələr hamısı çoxunluqla, böyük çoxunluqla dəstək verirlər bu federalizmə. Dəstək verirlər Azərbaycanda yerel hökumətə. Hətta bu yerel hökumət İranın başqa bölgələrində türklərin siyasi meydana gəlmələrinə şərait yaradılar. Bu 20 milyonluq potansiyel ki, türklərin var Azərbaycandan xarici İranın başqa bölgələrində, o potansiyeli siyasi, ictimai, kültürel güclə çevirə bilər. O siyasi, ictimai güc Azərbaycanda yaranan yerel hakimiyyətə çox böyük bir dəstək verər. Xüsusilə Tehran və Kərəci danışıram. Siz fikir edin ki, Tehran və Kərəcdə Azərbaycanda qurulan yerel devlətə ciddi bir dəstək çıxsın ki, yəqinən elədir. Yəni təcrübə də bunu göstərir. Milli hökumətin devrində yazılan xatirələr ki, o türklər ki, Tehranda yaşırdılar və gəlgəd ediblər o bir ilin ərəfəsində Tehranda türklərin çox müsbət yanaşmaları, türklərin Azərbaycanın milli hökumətinə dəstək vermələri çox ciddicə və çox çarpıcı formada gözə çarpıbdır. Yəni yerel hakimiyyət qurma şüarı ki, federal sistemin içində mümkün deyil. İranda türklərin siyasi potansiyelinin meydana gəlməsi şərait yaradır. Belə bir durum gəlirsə, yəni yalnız Azərbaycan deyil, bəlkə İranın başqa bölgələrində yaşayan 20 milyon türk insanının bir böyük kəsiminin gücü türkləri Azərbaycana qatılırsa, İranın Milli Məclisində, İranın devlət quruluşunda, İranın partiyalarında Azərbaycan yerel hakimiyyəti bir tərəfdən və türklərin İran səviyyəsində hüquq cəhətindən yenilməz bir duruma çevrilirlər. Bir başqa məsələni də izah edeyim, sonra söz bağlayayım. Baxın, bir siyasi gücün, bir siyasi düşüncənin əsası öz nəslinə, öz çağına strateji qurmaqdır. Yəni biz gələn çağlara, yəni 50 il bundan sonraya, 100 il bundan sonraya strateji qurmamamız lazımdır. Çünki
50 il bundan sonranın və 100 il bundan sonranın şəraiti nədirsə biz bilmirik ki, ora strateji qura bilək. Biz bu günə ki tanıyırıq, bu yapını ki, bu gün mövcud yapıda tanışlığımız var, bu yapını dəyişdirməyə strateji qurmağımız lazımdır. Amma bu stratejinin içində böyük hədəflərin barındırması mümkün olmasına düşünməliyik bu gündən. Yəni nə? Yəni əgərsə bugün biz Azərbaycanda yerel hakimiyyətin qurmağına düşünürük, bu düşüncənin içində istər-istəməz istiqlaliyyət düşüncəsi barındırılır. Hətta adım çəkmədən belə. Niyə? Baxın da federal devletlərin sonuçları şərait dəyişəndə haraya varıblar? O federal devletlərin bölümləri istiqlaliyyətə əl tapıblar. Şuarı vermədən, istiqlaliyyətin adı gətirmədən federalizmi quranda zaten sən bir devlet qurursan, orada bir milli fikir, milli düşüncə, devleti koruma düşüncəsi, zaten tamam siyasi düşüncələr sənin o yerel devletini korumaq üçün meydanda olmalıdır da. Yəni biz bugün İranın şəraitinə baxdığımızda, geçən 100 il asimilasyon politikasını nəzərdə aldığımızda, yerel devletin qurma şuarı bizim üçün ən uyumsal, ən uyğun, ən əlverişli və xalqımızın tərəfindən hətta dəstək almasa belə, amma antipati yaratmaz. Xalqımızın tərəfindən ona ziddiyyət yaranmaz. Halbuki bizim tariximizdə milli hökumətin quruluşu var. Çox sürətlə xalqımız o hakimiyyətinə uyum sağlamış və siyasi orqanlarını bərpa etmişdir. Məclis qurmuşdur, devlət qurmuşdur və gedişat davam etmişdir. Məşrutə devrində, yəni milli hökumətin qabaq məşrutə devrində Əncüməni İyaləti Azərbaycan İran səviyyəsində Əncüməni İyalətilərin ən aktiv əncümənlərin biri olmuşdur. Yəni özünü idarə etmə sistemini çox aktivcə icra etmişdir. Bu gün də hərəkatımıza baxdığımızda federalizmi düşüncəsi həm öğrencilərin tərəfindən bir özəl nömrə və yazı formunda meydana gəlib, həm Dilmanc dərgisində bir özəl sayı federalizmə gəlib, həm çoxluca məqalələr, yəni sayısız hesabsız kitablar, məqalələr federalizmin haqqında Azərbaycanlılar vasitəsilə yazılıb meydana gəlibdir. Yəni federal sistemi yalnız aydınlar için değil, xalq içində də, hamısı olmasa da xalqın içində də federal sözünün tanış olması və bizim tariximizi gözdən keçirəndə, iyaləti əncümən devrini, məşrutə devrində, milli hökumət devrini, ondan sonra milli hərəkatın meydana gəlməsində və bizim aydınlarımızın, öncüllərimizin və qələm sahiblərimizin federalizmi haqqında yazdıqları, yəni o qədər bir tərvic olunmuş bir düşüncədir ki, Pezeşkiyanın da ağzından federalizm çıxırdı. Yəni İranı bir federal forma düzəltməyimiz lazımdır. Ustandarları ustandar deyil, rəis cumhur kimi tanıtmalıyıq filan. Baxmayaraq ki, İslam Cumhuriyyətində belə bir şey mümkün değildir, amma federalizm tabu değil. Federalizm tanınmış fenomendir. Federalizmi xalq içində yaya bilərik, ona siyasi güc yığa bilərik və ilk öncə dediyiniz o devlətçiliyimizi bərpa edə bilərik. İndi o son sualımıza gəlirik və sual da budur ki, xalqımız bugün milli hərəkatı gelişdirmək üçün, siyasi aydınlığı topluma gətirmək üçün, ələlxüsus toplumu bu düşüncə, milli düşüncə əsasında organize etmək üçün, yəni xalqımızı siyasi təşkilatlara dəvət etmək üçün istiqlal şüarını meydana qoyursaq, rahat gələrlər, rahat maarifləşərlər, təşkilatlarımıza qovuşarlar, ya yox? İranda federal hakimiyyət quraq və Azərbaycanda bir yerel dövlət sahibi olaq deyə bu şüarı versək, rahat gələrlər, maarifləşərlər, təşkilatlarımıza qovuşarlar. Hangisi? Hangi şüarı verirsək? İstiqlalı yoxsa federalizmi? Sizin cevabınız bu 13 dəqiqədə buydu ki, bugün istiqlal şəraiti müsait değildir. Yani federalizme daha uygundur. Ama orada bir şey deyirsiniz. Deyirsiniz ki, indiki durum budur. Yani mən deyən durumdur. Ama deyirsiniz ki, hər an şərait değişə bilər. Və hər an, yani şərait değişər, şərait istiqlala uygun olar deyə kimi danışmışsınız. Həqiqətən bu hər an dediyinizdə düşünün. Hər an dediyinizdə bir xalq bir düşüncəyə malik olması.
maarifləşməsi, orqanizə olması və o siyasi hədəfə tərəf hərəkət eləməsidir. Əcəba belə bir siyasi hərəkət indi bizim tariximizdə keçən 100 ildə fəlakətdə hətta özümüzə bir yerel devlət də qura bilməmişik. Necə bir gecənin içində həman xalqdan ki danışdığı maarif, siyasi ya milli maarifi zəifdir. Haman xalq necə bir anıda, hər an dəyişə bilər deyirsiniz da, bir anıda istiqlaliyyət düşüncəsi mənimsəyəcəklər. Bir anıda bir xalq fikir baxımından bu yandan o yana milyonlar insan olabilirmi? Bir an deyək məsələn neçə ayın içində də, neçə ayın içində bir xalq ki hətta federalizmə belə hazırlığı zəifdir, istiqlaliyyət şüarının arxasında gedərmi? Bir an nə qədərdir? Yəni yerel hakimiyyətin təsbitindən sonradır. O bir anılar deyirsiniz. Məsələn deyək bir an 10 ildir. Bir an 10 il ola bilməz. Bir an 2 ay olar, 1 ay olar, 3 ay olar. Hətta deyək 6 ay olar. Belə bir şey olurmu? Yəni 1 ay, 2 ay, 3 ay, 5 ayın içində özdə böhran halında bir durumda bir xalq, bir zehniyyətdən məsələn deyək ki İran içində yaşamağa, yerel devlət qurmağa şərait yaranır. Amma bir anıda bir həftə ilə, bir neçə həftənin içində ya bir ayla, bir neçə ayın içində o xalq geçib istiqlal tələbini, istiqlal şüarını meydana qoysun deyə düşünürsünüz. O bir anıda. Həqiqətən 100 ilin içində hara gəlib çatmışıq? Əcəba o bir anıda bu fikirdən bir başqa fikrə, o da milyonlar insan olurmu bu iş? Ya yox. Həqiqətən bir uzun zamana ehtiyac vardır. Öz Azərbaycanımıza baxdığımızda şimalda 70 il sürübdür. Yugoslavyanın tarixində federalizm uzun zamanlar və illər sürübdür ki, sonucu o qanlı dava ilə istiqlaliyyətlərə çatdı. Tarixdə də, siyasi tarixdə bir anıda dəyişə bilər deyə bir hadisə olubmu? Nümunə bir verə bilərsiniz bizə. Məsələ bir anın içində tarixi siyasətdə hansı xalq bir çarpıcı fərqi ilə bir çarpıcı düşüncəni meydana qoyub və onu əməl etdiribdir. Belə bir şey tarixdə varsa öyrənək, deyək ki bizim xalqımızda ikinci olacaqdır ki bir anında bu yandan o yana gedəcəkdir. Amma əqlani yol, rasyonal yol bu deyilmi? Azərbaycanda yerel devləti möhkəmləşdirək. Yerel devlət dediyində yəni Azərbaycan devlətidir. Orada hər fikir barınıb bəslənə bilər. Azərbaycançılıq bəslənəcək, türklük bəslənəcək və o sürəcin içində o dediyi zehniyyətə də hərəkət edib hazırlıq gedəcəkdir. Çünki hakimiyyət sənin əlindədir, yerel hakimiyyət. Sən bu işə plan və bərnamən olman lazımdır. Uzun zamanda radyo, televizyon, məktəb, universitet bunun üstündə çalışmağı lazımdır. Yəni bir gecənin içində, bir anın içində, bir həftənin, bir ayın, bir neçə ayın içində heç bir belə böyük bir dəyişiklik tarixin heç birinin yerində gerçəkləşməyib və gerçəkləşə də bilə bilməz. Ona görə yenə qayıdım o əsas sözə. Biz öz çağımıza strateji qurmalıyıq. Nə üçün? Çünki çağımızı tanıyırıq. Onun dəyişmə yollarını bilirik. 50 il bundan sonra, 30 il bundan sonra, hətta 20 il belə bundan sonranın şəraitini biz tanımırıq ki, oraya strateji quraq. Onda o nəsil, yəni 20 il, 50 il bundan sonra gələn nəsil səndən, məndən həm zəka baxımından, həm bilim baxımından qabaqdır. Mən nə üçün bugün oturum 50 il bundan sonranın strateji şəraiti də tanımıram. Bugünün zərurətləri, icabatı nədirsə, Türk aydını Azərbaycanda və ümumiyyətlə İranda ona düşünməlidir. Gələcək nəsillər də öz görevlərin bizdən daha yaxşı görəcəklər. Nə üçün? Çünki onlar zəka baxımından, bilim baxımından, təcrübə baxımından da bizdən çoxdular. Niyə? Çünki məsələ deyək biz 50 il Azərbaycanda bir siyasi hakimiyyət qurmuş olaq. Gələcək nəsil o 50 ilin təcrübəsi də vardır ki, bizdə o təcrübə, onu quranda, bərpa edəndə, yürüdəndə o hakimiyyəti, o təcrübə bizdə yoxdur. Ona görə gələcək nəsli küçümsəməmə adı ilə bugün biz öz çağımıza, öz nəslimizə, öz şəraitimizə və nə əlverişlidir deyə onu meydana qoyursaq və siz demişkən çox ciddi və çox gözəl bir sözdür ki, devlətçilik önəmlidir Azərbaycanda bugün. Hamımız ona odaqlanırsaq, bugün yerel devlətin qurulması həm bizim xalqımızın ümumi əfkarından, həm İranın içi şəraitdən, həm xarici devlətlər açısından
əlverişlidir, olumludur. Kimsə mane ola bilməz onun quruluşuna. Kimsə də onun quruluşuna təsir edə bilməz xaricdən. Onu əldə edə bilərik deyə ona çalışmalıyıq. Yerel hakimiyyəti quraq. Ondan sonra o hakimiyyətin kölgəsində istiqlaliyyətə də istər-istəməz şərait yaranır. Yəni bizim bugünkü stratejimiz gələcək istiqlaliyyəti də öz içində barındırır əgərsə diqqətlə ona düşünürsək. İndi bu sözlərimin ərəfəsində bir neçə sual meydana gəldi siz üçün. İndi siz o sualları necə cavablayacaqsınız deyə daha sizin məsələnizdir. Vaxt qoyub məni dinlədiyiniz üçün çox-çox təşəkkür edirəm.